Qoç bürcü. Bugün yaxın çevrənizdə olan bir insanla ortaq dil tapmaq çətin görünə bilər. Hər şeyi çox tez dəyərləndirmisiniz. Özünüzə qarşı bu qədər sərt olmayın. Yorğunluqla bağlı bəzi işarələr açıq görünür və artıq onları görməzdən gəlməmək lazımdır. Əhval-ruhiyyəsi. Bugün tənqidi düşüncəniz və nəzakətli yanaşmanız bir araya gəlir. Buna görə də mümkün bir gərginliyi yumşalda bilərsiniz. Ürəyinizə yaxın olan bir mövzunu sakit şəkildə gündəmə gətirmək də asanlaşır. Düşüncələriniz aydınlaşır. Gələcək planlarınıza daha obyektiv baxa bilirsiniz. Sevgi həyatı. Bəzi insanlara bağlananda hər şeyin asan olmayacağını əvvəlcədən bilirdiniz. Bugün seçim qarşısında qala bilərsiniz. Müsbət və mənfi tərəfləri ölçüb biçin. Sonda sizin üçün ən doğru qərarı verəcəksiniz. Münasibətlərdə Qoç bürcü. Daxildə kiçik bir ziddiyyət hiss edə bilərsiniz. Amma sizə deyilənləri qəbul etməyə hazırsınız və bu yaxşı əlamətdir. Duyğularınıza yenidən nəzarət etməyi bacarırsınız. Danışıq yolu ilə anlaşmaq mümkündür. Uzun müddətli yarımçıq qalan xırda məsələləri də yoluna qoya bilərsiniz. Subay Qoç bürcü. Az tanıdığınız biri sizə daha şəxsi bir görüş təklif edəndə çox tərəddüd edirsiniz. Ehtiyatlı olmağınız yerindədir. Hər şeyə dərhal atılmaq məcburi deyil. Tələsmədən tanımaq daha doğru seçimdir. Qazancı. Bugün çətin və riskli maliyyə addımlarından uzaq durun. Maddi mövzulara biraz məsafə saxlamaq sizə yaxşı gələcək. Ətrafdakı bədbinliyə qapılmayın. Yaşanan çətinlik müvəqqətidir. İş həyatı. İşdə müsbət mühitdə çalışmaq ehtimalınızı dəyərləndirirsiniz. Bu, peşəkar həyatınızda sizi motivasiya edən əsas şeylərdəndir. Özünüzü dəyərli və görünən hiss edirsiniz. Amma buna baxmayaraq, bugün içərdə yüngül bir gərginlik ola bilər. Özünüzə vaxt verin. Asudə vaxtı. Son günlər planşetdən və ya telefondan ayrıla bilmirsiniz. Sanki həyatda çatışmayan çox şeyi orada tapırsınız. Yaxın insanınız bu vərdişinizə müdaxilə edib sizi evə qapanma halından çıxara bilər. Bəzən sadəcə kiçik bir diqqət və incə jest yenidən gülümsəməyinizə bəs edir. Maraqlı bir tamaşa və ya əyləncəli bir proqram ünsiyyət həvəsinizi oyada bilər. Özünüzü əvvəlki kimi hiss etməsəniz də, bugün yenidən canlandığınızı görə bilərsiniz. Buğa bürcü. Özünlə daxili rahatlıq tapdıqca insanlara daha yumşaq yanaşırsan və münasibətlərində harmoniya yaratmaq asanlaşır. İmkanın varsa, qısa bir tətil əla olardı. Gündəlik rutindən biraz uzaqlaşmaq sənə çox yaxşı təsir edəcək. Əhval-ruhiyyəsi. Bugünün təsiri səni daha rahat və yüksək əhvalda edir. Yaxınlarına diqqətin artır. Birlikdə keçirdiyin anlar səni ürəkdən sevindirir və içini doldurur. Ünsiyyətindən razısan və özünü yaxşı hiss edirsən. Sevgi həyatı. Bugün uyğunlaşan, çevik və praktik davranışın sayəsində özünə inamın güclənir. Hisslərini daha dərindən dərk edirsən və onları tam yaşamağa hazırsan. Gözəl, real və yerində bir enerji var. Sevgi bugün özünü sübut edir. Ona görə də yaradıcı ol. Emosional enerjini ortaya qoy, hisslərini açıq göstər. Münasibətdə buğa bürcləri. Bugün partnyorunu daha cəsarətlə və güclü bir istəklə əzizləyirsən. İlk günlərdəki cazibəni yenidən canlandırırsan. Sanki onu öz maqnetik enerjinlə daha da yaxınında saxlayırsan. Biraz qısqancılıq da günə rəng qatır. Çünki bir-birinizə çox bağlısınız. Subay buğa bürcləri. Bugün mehribanlığın və qayğıkeşliyin artır. Bu da münasibətlərdə harmoniya üçün gözəl zəmanətdir.
Bu keyfiyyətin səni həssas və sadiq bir insanla qarşılaşdıra bilər. Sənin xoş enerjin elə bil işıq kimi yayılır və həmin insan da buna doğru çəkilir. Həyat bugün biraz sehirli və nağıl kimidir. Pul axışı. Hazırda imkanların genişdir və resursların kifayət qədərdir. Vaxtını və işlərini düzgün planlayırsan. Bu da sənə həm adi gəlirlərini qorumağa, həm də əvvəlki zəhmətinin bəhrəsi olan əlavə qazancı toplamağa kömək edir. Yaxşı bir kapital yığmaq üçün əlverişli zamandır. İş həyatı. Yaxşı xəbər var. Bugün iş mühitindəki abu-hava yaradıcılığını gücləndirir. Ona görə də çəkinmə, öz toxunuşunu əlavə et. Bugün apardığın söhbətlər və müzakirələr uzun müddətdə çox xeyir verəcək proyektlərin başlanğıcına çevrilə bilər. Asudə vaxtı. Özünə söz vermisən ki, səbəbin nə olursa olsun, əhvalını aşağı salmayacaqsan. Ona görə də bazarlara kiçik bir gəzintiyə çıxacaqsan. Həm maraqlı şeylər axtarıb tapacaqsan, həm də ən yaxın dostunla fərqli gəzinti fikirləri düşünəcəksən. Üstəlik, sənin üçün xoş olan budur ki, ailən də bu gəzintilərdə sənə qoşulacaq. Əkizlər bürcü. Düşüncələrin biraz qarışır, çünki emosiyalarını idarə etmək çətinləşir. Hadisələrə daha geniş baxmağa çalışsan, onların öhdəsindən gəlmək daha asan olacaq. Bu sənə həm enerji verəcək, həm də daha səmərəli olmağa kömək edəcək. İndi istiqaməti düzəltmək üçün lazım olan addımları at. Əhval-ruhiyyəsi. Yaxınlarının səmimi diqqəti və dəstəyi səni sakitləşdirir, amma hələ tam deyil. Səbirli ol, zaman sənin xeyrinə işləyir. Bununla belə bir layihə ilə bağlı fikir ayrılıqları yarana bilər. Xüsusən də layihənin məqsədi mövzusunda. Tələsik mövqe tutma. Gərginliyi artırmaq olmaz. Sevgi həyatı. Yavaş-yavaş uzun və çətin bir mərhələyə yaxınlaşırsan. Yorğun olsan da, gücsüz hiss etsən də, ümidin azalsa da, son bir dəfə özünü toparlayıb addım atmalısan. Biraz da səbr etsən, bu dövrü daha sağlam keçəcəksən. Pul axışı. Bugün hesab-kitab məsələlərində diqqətli olmalısan. Hesabların içində elə bir labirintə düşə bilərsən. Əgər görürsən diqqətin dağılır və etdiklərinlə düşüncələrin üst-üstə düşmür, özünü məcbur etmə. Sakit qal, ara ver. Sonra aydın başla hər şeyi yenidən gözdən keçir. İş həyatı. İstədiklərini deməkdə çətinlik çəkirsən. Çünki arzuların bəzən səndən gözlənilənlə uyğun gəlmir. Amma yavaş-yavaş planların formalaşır və sən onları həyata keçirmək üçün həvəslisən. Sadəcə hələlik tələsmə. Planlarını açıqlamaq üçün doğru zamanı gözlə. Asudə vaxtı. Bir tərəfdən təşkil etməli olduğun ailə gəzintisi var, digər tərəfdən isə getdikcə daha çox diqqət istəyən yaradıcı bir iş. Sanki iki yol arasında qalmısan. Daxili bir iş yaratmaq qəribə hissdir. Bir tərəfdən azadlıq verir, digər tərəfdən isə şəxsi enerjini çox tələb edir və səni yora bilir. Xərçəng bürcü. Münaqişədən çıxmaq üçün ən yaxşı yol sakit və təmkinli davranmaqdır. Bugün passiv müqavimət sənə kömək edəcək. Süfrədə gözə görülən artıq əskiklər var. Özünü saxlasan yaxşı olar. Şirniyyatı burax. Ruh halı. Dediklərin hədəfə dəyir. Yaxşı enerjin ətrafına da keçir. Məqsədlərinə çatmaq üçün bugün tempi biraz da artırmaq vaxtıdır. Həm də yaxınlarınla vaxt keçirmək, kiçik bir gəzinti planlamaq üçün ideal gündür. Sevgi həyatı. Qayğıkeş və etibarlı davranışın cazibəni artırır.
Sən hər kəsin köməyinə çatan, incə düşünən bir enerjidəsən. Sevgi də elə buradan başlayır. Bugün kainat sənin emosional səxavətini yoxlayır. Nə qədər səmimi paylaşa bilirsən, onu göstərir. Münasibətdə olanlar üçün. Bugün plan qurmaq istəyin artır. Münasibətini daha da yaxşılaşdırmaq üçün nə edə bilərsən? Partnerini daha yaxşı anlamaq üçün nə deməlisən? Bunları düşünürsən. Sualın çoxdur, amma səbəbi doğrudur. Subaylar üçün. Günün enerjisi duyğusal mövzuda sakit, real və düşünülmüş addımları dəstəkləyir. Adətən olduğundan daha təvazökar ola bilərsən. Bunu zəiflik kimi yox, üstünlük kimi gör. Çünki cazibə təkcə aqressiv yanaşma deyil, daha incə yollar da var. Pul axışı. Maddi hədəflərinə çatmaq üçün hərəkətə keçmək əsas açardı. Lazımsız qorxularla özünü yorma. Üstəlik bir söhbət gününü işıqlandıracaq və sənə rahatlıq verəcək. Pul mövzusunda bu danışıq sənin xeyrinə olacaq. İş həyatı. Beynində çoxlu ideya var və sən möhtəşəm layihələr qurmağa hazırsan. Yaradıcılıq, sənət və kreativ işlər diqqətini çəkir. Yolunda ciddi maneə görünmür. Asudə vaxtı. Böyük ehtimalla səndən müsahibə üçün təklif gələcək. Rəqəmsal sahələ topladığın təcrübədən danışmağın istənəcək. Bu kontaktın nə qədər dəyərli olduğunu anlayacaqsan. Hətta gələcəkdə elektron kitab kimi bir işə də yol aça bilər. Şir bürcü. Uğurun ilk işarələri sənə qanad verir. Amma musiqidən qabağa qaçmağa çalışma. Gün boyu formanda olacaq. Yuxusuzluq hiss olunsa da, bu yorğunluq zəiflik deyil. Ruh halı. Bəzi işlərdən yayınmaq çətin olacaq. Gülümsəməyə davam et. Bu sənin nüfuzunu daha da artıracaq. Üstəlik artıq vacib olan dəyişikliklərə alışmaq pis fikir deyil. Sevgi həyatı. Günün enerjisi çox güclü və ağır emosiyaları buraxmağı tövsiyə edir. Soyuqluq deyil, sadəcə münasibətlərdə sadəlik və rahatlıq ön plandadır. Sakitlik axtarışı var. Münasibətdə olanlar üçün. Bugün təvazökarlıq və biraz utancaqlıq münasibətinə rəng qata bilər. Günün havası ehtiraşdan çox güvən verən yaxınlığı seçir. Partnyorun daha praktik görünürsə, bil ki, bu da onun həssas tərəfi ilə bağlıdır. Subaylar üçün. Bugün daxili aləmin daha çox analiz edən və planlı tərəfdədir. Heç nə gözündən qaçmır. Gördüyün hər jesti və eşitdiyin hər sözü tez yadda saxlayırsan. Amma spontanlığını itirmə. Təbii davran. Yoxsa insanlar özünü sıxılmış hiss edib uzaqlaşa bilər. Pul axışı. Xərc etmək üçün ən uyğun vaxt deyil. Biraz düşünərək qərar ver. Amma qazanc gətirən bir vəziyyəti yeniləmək və maddi cəhətdən səni gücləndirəcək dəyişiklik etmək üçün ideal gündür. İş həyatı. Həmkarların köməyə ehtiyac duyur və sən onları dəstəkləyirsən. Komanda işi aranızdakı bağları möhkəmləndirə bilər. Müştəri ilə işləyirsənsə üstünlüyün var. Söhbətçiliyin işini asanlaşdırır. Asudə vaxtı. Sənə deyilən tənqidlərdə əsas məqamı görməyə çalış. Müdafiəyə keçmədən sakit qal. Vəziyyət həssasdır. Səhv etmək ehtimalı yüksəkdir. Anlaşılmazlıq olsa, münaqişənin həlli uzana bilər. Səbir, zaman və təmkin lazımdır. Qız bürcü. Fikirlərini qəbul etdirmək bugün sənin üçün asan olacaq. Amma yenə də başqalarının fərqli baxışlarına açıq qal. Bu sənə fayda verəcək. Həddindən artıq istək və hər şeyə çox bağlanmaq isə içindəki ağırlığı artırır və irəliləməyinə mane olur. Ruh halı. Böyük həvəslə ətrafındakılara daha çox vaxt ayırırsan. Ona görə də xoş gəzintilər planlamaq, səmimi görüşlər yaratmaq sənə çox yaxşı gəlir. Bugün yeni tanışlıqlar üçün də ideal zamandır. Sevgi həyatı. Bugün diqqətin səni bəyənən və sənə biganə olmayan insanlara yönələ bilər. Gündəlik rutindən çıxmaq, kef eləmək, böyük bir incəlik və yaxınlıq dolu anlar yaşamaq üçün doğru vaxtdır. Münasibətdə olanlar üçün. 2 nəfərlik dünyanda sevgini sübut etmək üçün xüsusi cəhd göstərməyə ehtiyac yoxdur.
Hisslərin səmimiliyi münasibətini gücləndirir. Bir-birinizə güvənirsiniz. Aranızda tam bir sevgi hekayəsi var. Subaylar üçün. Bugün dostlarla bir gəzinti təklifi gələ bilər və sən də tez razılaşacaqsan. Tamamilə səndən fərqli biri ilə tanış olma ehtimalın var. Məhz o fərqlilik səni cəlb edəcək. Amma sən yenə də ehtiyatı əldən verməyəcəksən. Pul axışı. Maliyyəni düzgün idarə edə bilməyənlər üçün sən əsl dayaqsan. Əgər iddialısansa və vaxtın varsa, varlı insanlara məsləhətçi və ya idarəçi kimi dəstək ola bilərsən. Səni yaxşı tanımayanlara da bunu bildirmək faydalı olar. İş həyatı. Ətrafındakılar təkliflərinə diqqətlə yanaşır. Müştəri ilə işləməlisənsə, bunu rahatlıqla edəcəksən. Səmimi və isti danışığın ən inadkar insanı belə yumşaldacaq. Əməyin görüləcək və hamı tərəfindən də dəyərləndiriləcək. Göz önündə olacaqsan. Asudə vaxtı. Səni gündəlikdən çıxaran, fikrini dağıdan nə varsa onu axtarırsan. Kəşf həvəsin səni açıq havada həm idman, həm əyləncə olan macəra parkına aparıb çıxara bilər. Nə edirsənsə, nəticəsi ürəyincə olacaq. Uğur da səninlədir. Tərəzi bürcü. Eyni anda bir neçə istiqamətə qaçma. Addım atmazdan əvvəl prioritetlərini sıraya düz. Enerjini mütləq hərəkətlə çıxarmalısan. Bu dövr dözümlülük tələb edən idmana başlamaq üçün çox uyğundur. Ruh halı. Bəzi şeylərin yolunda getmədiyini görüb, içində narahatlıq hiss edirsən. Amma özünə inamını itirmə. Bugün xüsusilə iş və peşə tərəfdən həyatını yaxşılaşdıracaq dəyişikliklər edə bilərsən. Sevgi həyatı. Əvvəlcə köhnə inciklikləri içində bastır və geridə qoy. Özünü daha yüngül hiss edəcəksən. Kömək istəyəndə çox üstü örtülü danışmağın və ya duyğusal davranmağın istəmədiyin anlaşılmazlıqlara səbəb ola bilər. Münasibətdə olanlar üçün. Bugün emosiyalar və həssaslıq səni daha tez təsirləndirə bilər. Özünə inamın azalanda partnyorundan daha çox asılı hiss edə bilərsən. O da bəzən reaksiyalarını anlamaya bilər. Qarışıq vəziyyətlər olmasın deyə biraz geri çəkil və ürəkdən açıq söhbət etməyə cəsarət et. Subaylar üçün. Bugün özünü biraz aşağı əhvalda hiss edə bilərsən və fikrin qarışıq ola bilər. Cazibənə şübhə edirsən və özünə yazığın gələ bilər. Özünü sıxmaq əvəzinə rahatla, özünü sakitləşdir. Daha müsbət düşün və yaşamaq istədiyin gözəl şeylərə fokuslan. Pul axışı. Ətrafında ortaya çıxan dəyişikliklər maddi baxımdan sənin üçün xeyirli ola bilər. Üstəlik, səndən yaşca böyük birinin məlumatlı fikri yaxın planlarınla bağlı doğru qərar verməyinə kömək edəcək. İş həyatı. Bugün qrafikini və prioritetlərini yenidən gözdən keçirməyə təşviq edir. İşlərin səni boğmasına izin vermə. Enerjini düzgün idarə etməyi öyrənmək vaxtıdır. Beləliklə, gücünü daha doğru yerə qoyub, daha yaxşı nəticə əldə edəcəksən. Asudə vaxtı. Bu biraz qarışıq enerjili dövrdən istifadə edib özünə bax. Yeni yaşam tərzi seç. Biraz idman et, az ye, daha çox yat. İndi intizam öyrənmək və balans tapmaq üçün yaxşı zamandır. Əqrəb bürcü. Heç nə sənin yaxşı əhvalını dayandırmırlar. Həvəsin səni ətrafdakı xırda söz-söhbətlərin üstündən keçirəcək. Sən heç kimə fürsət vermirsən. Amma yaxın zamanda stres arta bilər. Özünü yığışdır. Prioritetlərinin xəttini itirmə. Özünü həddindən artıq yükləsən, sonda tükənə bilərsən. Ruh halı. Bugün münasibətlər sahəsində parlayıb açılmağın üçün çox uyğundur. Yaxşı yumor və xoş ab-hava var. Tam rahatlayıb, yaxınlarınla birlikdə gözəl anların dadını çıxarmağın vaxtıdır. Sevgi həyatı. Sevgi həyatına ehtişamla yanaşırsan. Nə narahatlıq qalır, nə tərəddüd.
Biraz cəsarətlə irəli atılsan, həyatın daha rəngli, daha canlı və daha əyləncəli görünəcək. Münasibətdə olanlar üçün daxili rahatlığının partnerinlə olan bağdan gəldiyini görüb sevinirsən. Biraz gülüş, biraz qucaqlaşma sənə enerji verir, hisslərini oyadır. Romantik həyatın güclü şəkildə canlanır və elə bil həyatın sürprizlərlə dolu bir macəraya çevrilir. Sübaylar üçün yeni olan hər şeyə böyük həvəslə baxırsan. Hətta sanki bir maqnit kimi yeni birini özünə çəkirsən. Bu insan sevgi gələcəyini işıqlandıra bilər və səni sevinclə irəli aparar. Fürsətləri düzgün dəyərləndirirsən və sevgi mövzusunda şansını yaxşı istifadə edirsən. Pul axışı. Yumuşaq və barışdırıcı addım atsan, danışıqların uğurla nəticələnməsinə və büdcəni yaxşılaşdırmağa kömək edəcək. İlk addımı sən at. Dostluqla bağlı yeni bir layihə maliyyənə müsbət təsir göstərə bilər. Onu uzunmüddətli şəkildə düzgün yönləndirməyə çalış. İş həyatı. Xoş xəbər var. Peşə çevrən sənə yeni imkanlar göstərəcək. Dəstək və birlik hissi işinə güc qatacaq. Harmoniya və həvəs yüksəkdir. Bugün ideallarına doğru qorxmadan gedirsən. Asudə vaxtı. Gün sıx və hərəkətli görünür. Narahat olma. Sənin əzmin və içindəki alov razılaşmalar yaratmaq üçün ən güclü arqumentindir. Yaxşı müqavilələr, uyğun əməkdaşlıqlar və səmimi razılaşmalar gündəmə gələ bilər. Oxatan bürcü. Biraz kədərli ovqat sənin irəliləməyinə mane olur. Özünü indiki anın içində saxla. Keçmiş artıq geridə qalıb. Ən yaxşısı hələ qabaqdadır və sənə çox yaxındır. Ruh halı. Günün havası səni rahatladır və ruhunu qaldırır. Özünə və yaxınlarına daha çox vaxt ayırmaq istəyirsən. İnsanlara daha anlayışlı yanaşırsan. Buna görə də xoş ünsiyyətlər və səmimi söhbətlər yaşana bilər. Sevgi həyatı. Bugün sevgi mövzusunda azca güvənsizlik hissi araya girə bilər. Bunu problem kimi yox, daha çox tarazlıq yaradan bir işarə kimi qəbul et. Enerji sentimental, həddindən artıq duyğusallığı sevmir. Amma sakit və ölçülü hisslərdə yenidən zövq tapmağı dəstəkləyir. Münasibətdə olanlar üçün. Bugün özünün daha sadə, daha real və ayağı yerdə olan tərəfinə bağlan. Günün düşüncəli havası sənə xatırladır ki, bəzən münasibət kiçik şeylərlə də gözəlləşir. Böyük gözləntilərdən çox xırda diqqətlər daha dəyərlidir. Sübaylar üçün. Bugünün enerjisi səni biraz qənaətçil və ehtiyatlı edə bilər. Bu da tanışlıq məsələsində işi çətinləşdirə bilər. Ehtiyatlı olmaq yaxşıdır, amma həddindən artıq xəsisliyə çevrilməsin. Yoxsa şansını özün öz əlinlə poza bilərsən. Pul axışı. Dərin düşüncələrin sənə göstərir ki, maddi irəliləyiş üçün bəzi daxili maneələri aşmalısan. Özünü sıxma. Ən əsası tərəddüd etmə. Bugün biraz əlavə addım atmaq sənə çox yaxşı təsir edəcək. İş həyatı. Yeni bir sahəyə yönəlmək istəyirsənsə, bu dövrdən istifadə et. Enerji səni özünü aşmağa təşviq edir. Karyera planını yaratmaq və ya dəyişmək üçün dəstək alırsan. Asudə vaxtı. Əldə etdiklərini qorumaq üçün daha müntəzəm idman et. Açıq havada gəz. Nəfəsini düzgün idarə etməyi öyrən. Yoga və ya döyüş sənətləri gərginliyini yönləndirmək və enerjini düzgün idarə etməyinə kömək edə bilər. Oğlaq bürcü. Optimizmin güclü şəkildə geri qayıdır. Bu hərəkət enerjisindən istifadə et və sevdiyin işlərə daha çox vaxt ayır. Amma ətrafda stres çoxdur. Sənin həqiqi sərhədlərin də elə buradadır. Ona görə sakitlik və zehni dincəlmə axtar. Ruh halı. Fikirlərini düzgün və inamla ortaya qoyacaqsan. Layihələrini irəli aparmaq üçün qətiyyətlisən. Özünə güvənin yüksəkdir. Düzgün qərar verə bilirsən. Lazım olan insanlarla əlaqə qurub təsir yaratmaq sənin üçün asan olacaq. Sevgi həyatı. Daha yetkin və öz sözünü deyən bir tərəfin güclənir. Günün sonuna doğru enerji daha isti və romantik olur. Ailə mövzuları bir qədər arxa plana keçir. Ön planda isə daha çox hisslər, yaxınlıq və sevgi dayanır. Ailə də var, amma bugün daha çox sevgi.
Münasibətdə olanlar üçün. Günün enerjisi bağlarını inkişaf etdirməyə kömək edir. Səndə başqa cür yaşamaq, başqa cür sevmək arzusu güclənir. Yerində dura bilmirsən. Daha gözəl bir dünya qurmaq istəyin artır. Elə bir həyat ki, sənin ən böyük arzularına bənzəsin. Subaylar üçün. Bugün çevrəni genişləndirmək və yaradıcılığını sərbəst buraxmaq üçün idealdır. Pul məsələsində də şans görünür. Özünü dəyərləndirmək üçün yaxşı gündür. Ürəyinə də kiçik bir yenilik qatmaq istəyə bilərsən. Pul axışı. Maddi mövzuda yeni və faydalı tanışlıqlar qurmaq üçün doğru vaxtdır. Bu tanışlıqlar sənə güclü bir dəstək və yeni imkanlar gətirə bilər. Özünə güvənin səni birbaşa uğura aparır. Ona görə tərəddüd etmə, danış və razılaşmalarını et. İş həyatı. İş yerində havanın yaxşılaşdığını görürsən. Rəhbərlərlə və həmkarlarla daha rahat anlaşacaqsan. Bu mühit sənə bütün gücünü ortaya qoymağa imkan verir. Heç bir gizli niyyət olmadan səmimi işləyirsən və nəticə də çox yaxşı olur. Asudə vaxtı. Fasilələri dəyərləndirib özünü yığmağa çalışırsan. Sakitləşdirən fəaliyyətlər sənə çox yaxşı gəlir. Bugün öz rifahına tam fokuslanırsan. Meditasiya, masaj, yoga və spa tərzində bir fitness proqramı ilə özünü daha yaxşı hiss edəcəksən. Dolça bürcü. Bugün qarşına çıxan gözəl şeylərin dadını günahkarlıq hissi olmadan çıxarsan yaxşı olar. İçində daha çox güc hiss edirsən. Özünü daha yaxşı formada görürsən. Ev işi və gündəlik praktiki işləri yoluna qoymaq üçün ideal gündür. Ruh halı. İşlərin genişlənir və biliklərini dərinləşdirməyə ehtiyac yaranır. Çəkdiyin zəhmət boşa getməyəcək. Planlama və təşkilatla bağlı fikirlərini paylaş. Layihələrini hərəkətə gətir. Sevgi həyatı. Bugün romantik və ehtiraslı hisslərini gücləndirir. Birlikdə xəyal qurmağa və ya aranızdakı bağı möhkəmləndirməyə şərait yarada bilər. Gələcəklə bağlı kiçik narahatlıq ola bilər, amma bu keçicidir və bu yaxşı xəbərdir. Münasibətdə olanlar üçün. Hisslərini sözlə ifadə etməyə çalış. Çox sual verən və narahat olan partnyoru ən yaxşı belə sakitləşdirə bilərsən. Ən önəmlisi səmimi ol, yoxsa gizlətdiyini hiss edib anlaya bilər. Subaylar üçün. İlk baxışdan dərhal aldanıb getmə. Uzun müddətli cazibə üçün səbir və dinləmə kartını oyna. Bugünün enerjisi ani vurulma üçün deyil, daha çox möhkəm qurulan münasibətlər üçün uyğundur. Pul axışı. Səni yaxşı bir rahatlıq hissi gözləyir. Bunun səbəbi maliyyədə gözə çarpan artımdır. Müsbət vəziyyət sənə həvəs verəcək. Nəsə etmək istəyəcəksən. Fəaliyyətlərə yazılmağa və imkanlardan maksimum istifadə etmək həvəsi artacaq. İş həyatı. Tempin yavaşlayır, daha sakin və toparlanmış olursan. Özünü günahlandırmadan öz tənqidi etməyi bacarırsan. Bugün gözləntilərini daha yaxşı anlamaq üçün idealdır. Hansı nəticəni istədiyini daha aydın görürsən. Asudə vaxtı. İşində irəliləmək üçün daha çox vaxt istəyirsən, amma yaxınların buna o qədər də yaxşı baxmır. Onlar əvvəlki halını xatırlayır, yəni sevdiklərinə daha çox vaxt ayırdığın günləri. Bu da səni çox əsəbləşdirə bilər. Balıqlar bürcü. Bugün narahatlıqlarına baxmayaraq sakit keçəcək. Özünə qayğı göstərməyə heç nə mane olmur. Bugün ən yaxşı enerji toplama yolu zehni rahatlamaqdır. Biraz sənətlə məşğul ol və fikrini dağıt. Ruh halı. Daha rahat bir davranış tərzi seçirsən və bu yaxınların tərəfindən çox bəyəniləcək. Daha anlayışlı və daha özünə inamlı olursan. Nəhayət, ürəyini açıb danışmağa cəsarət edirsən. Əgər arada anlaşmazlıq və ya inciklik olubsa, tezliklə dağılıb gedəcək və yerini gözəl bir anlaşmaya verəcək. Sevgi həyatın. Sənə verilən məsləhətləri nəzərə alırsan. Bu da sənə daha sakit şəkildə irəliləməyə kömək edir. Sevgi həyatın daha sadə və daha aydın görünür. Xırda detallar belə önəmlidir. Tez toparlanmağın isə sənin ən güclü tərəfindir. Münasibətdə olanlar üçün.
Sadə, amma dərin bir münasibət yaşayırıq kimi hiss edirsən. Kiçik narahatlıqlar səni saxlayırdısa, artıq bitir. Yenilik enerjisi var. Şans sənin tərəfindədir. Qarşıda təzələnmə nəfəsi görünür. Subaylar üçün. Bugün romantik şəkildə sabitləşmək istəmədiyin üçün daha çox tanışlıq yaşamaq istəyə bilərsən. Ağlında bircə şey var. Yaxşı anların dadını çıxarmaq. Cəsarətli ol və peşman olma. Məyusluq riski görünmür. Pul axışı. Müştəri və ya investorların istəklərinə uyğunlaşmaq üçün çox dəyərli vaxt itirirsən. Əgər tərəfdaşların sənin iş usulunu daha yaxşı anlasa, daha çox uğur və daha çox qazanc əldə edərsən. Biraz da fədakarlıq çatmır. İş həyatın. Bu həftə zəhmətinin bəhrəsini toplamaq və alqış almaq üçün qızıl fürsətdir. Özünü çox yüksək ruhda hiss edirsən. Çünki görürsən ki, ümid etmək üçün hər səbəb var. Asudə vaxtın. Bugün təklifləri analiz etmək, yeni və fərqli ideyalar qurmaq, danışıq aparmaq və cəsarətli addımlar atmaq üçün doğru zamandır. Dəyər deyəndə dəyər. Günün enerjisinə uyğun hərəkət et və irəli get. Tərəddüd etmə.